Salamlar, necəsiz? Bugün günə sizinlə başlamaq istədim və ona görə də baxım rutinimi sizinlə birgə eləyəcəm. Mənim dəri tipim yağlıdır. La Roche-Posay'in Effaclar seriyası tam da elə yağlı dərilər üçün nəzərdə tutulub. Belə bir fırçam var, bunun üstünə istifadə eləyəcəm. Belə aparatım da var, amma buna istifadə etmək o qədər də rahat deyil. Yəni üzdə sadəcə yüngül gəzdirə bilərsiniz, amma belə dərinləməsinə foşur-foşur yumaq üçün bu daha məsləhətlidir. Ardınca isə Sephora'nın bu skrabını istifadə edirəm. Rossmann'ın əldə etdiyim bu toniklə üzümü silirəm. Baxın, üzümü o qədər təmizlədiyim halda bu qədər çirk çıxdı yenə. Heç makyaj da eləməmişdim əslində. Çünki bu poraları təmizləyir. Yəni poraların içindən bütün nə kir varsa hamısını çıxardır. Ardınca isə Puris'in Arbutin Gyaluronova kislatası var. Bundan istifadə edirəm və bunun arxasında qeyd olunub ki, bunu istifadə etdiyiniz halda mütləq ardınca günəş kremi çəkməlisiniz. Günəş kremi olaraq isə yenə La Roche-Posay'dan da yenə əlimə tökürəm. Keçirəm bu məhsula. Peeling serumdur, hansını ki nöqtə formasında tətbiq edirsiniz. Yəni üzünüzdə qızartı və ya səpki varsa onun üzərinə tətbiq edirsiniz. Göz altı kremi olaraq isə Clinique istifadə edirəm. Dodaq balzamı olaraq da Oriflame-lə belə bir şey əldə eləmişdim. Bunun əvvəl vanilyalısında istifadə eləmişəm, şokoladlısında istifadə eləmişəm. Bu isə səhv eləmirəmsə çiyələklidir. Amma məncə ən gözəli şokoladlı olanı idi. Keçirəm saçlarımı daramağa. Aradığım zaman bu sprey istifadə edirəm. Həm çox gözəl qoxusu var, həm də saçları yumuşaq eləyir. Və illərdir vazgeçilməzim olan Tingle Teaser çox gözəl daraqdır. Əgər saçlarınız dolaşmağa meyillidirsə, yəni yolmadan saçı çox gözəl darayır və 3 ildir bunu istifadə elədiyim müddətdən bəri saçlarım daha da möhkəmləşiblər. Son olaraq da əl kremi çəkirəm və bununla səhər rutinimiz tamamlanır. Əlavə olaraq yağlı dərilərə, səpkiyə meyilli dərilərə məsləhət görəcəyiniz bir məhsul varsa və məsləhət görəcəyiniz evdə hazırlaya biləcəyim maskalar varsa rəy bölməsinə bildirərsiniz. Həmçinin də mənim istifadə elədiklərimdən nə isə bir sualınız olarsa onu da yenə şərhlərdən soruşsanız mən sizə geri dönüş edəcəm. Kisa! Biz hazırlaşırıq çölə çıxmağa, marketə gedəcəyik. Bunları geyindirəcəm. Hava biraz sərindir. Bunu Temu'dan sifariş vermişdim. Düzdür, keyfiyyəti tam da istədiyim kimi gəlməyib, amma yox. Əsas odur ki, qalındır, biraz normaldır yəni. Və yanımızda su götürdüm, salfetka, peçenya. Bunu da elə yumurta üçün götürdüm ki, zaten alanda az-az alıram, 6-6 alıram ki, hər dəfəsində gedim təzələrini alım. Qabı da elə götürdüm ki, yəni sındıra beləməyim. Bunun içinə yığım, belə gətirim. Biz hazırlaşaq. Что ты кушаешь так? Печеньку? Ну сюда, Qurban. Biz evə gəldik. Raul biraz narahat idi. Ona görə tez onu yatırtdım.
İndi isə aldıqlarımı yerbəyer eləməzdən əvvəl dedim çəkim sizə də. Raula bu bezlərdən istifadə edirəm. Çox razıyam, çox qəşəngdir. Pambıq kimidir. Kənarlarının da lastikli olmağı yaxşıdır ki, slipi kimi məsəl üçün ayaqda iz qoymur. Yəni çox razıyam bunun. Əvvəl Huggies istifadə eləyirdik. Ondan da çox razı idim. Sadəcə olaraq o artıq sərf eləmirdi də. Yəni Raul böyüdükcə daha sıx pampers dəyişirik və o artıq büdcə baxımından sərf eləmirdi. Bir çoxunu yoxladıq və bu çox xoşuma gəldi. Daha sonra Raulun kənd yumurtalarını götürdüm. Elə oradaca xahiş elədim, sağ olsunlar bu qaba yığıb verdilər. Daha sonra bir ədəd rastişka götürdüm, tvorogunu. Rastişka gec-gec verirəm. Məsəl üçün 2-3 gündə bir falan belə. Daha sonra Morphix'in bu salfetkaları da çox qəşəngdir. Əvvəllər yenə Huggies istifadə eləyirdik, amma bu da elə eyni keyfiyyətdir. Sadəcə olaraq bu daha münasibdir qiymət baxımından. Amma birəbir eynisidir, heç bir fərqi yoxdur. Təbii pambıqdandır. Yəni salfetkaları da didəndə görürsünüz ki, pambıq kimi didilir və sudan ibarətdir. Yəni tərkibində başqa heç bir şey yoxdur. Bir ədəd Agusha, bir ədəd Frutanyanyanın gavalıdan olan püresi. Hansı pürelər ki, evdə özüm hazırlaya bilmirəm. Onları şu marketdən hazır alıram. Amma məsəl üçün kartof, kök, balqabaq, bunu hazırlaya bildiyim şeyləri elə evdə özüm hazırlayıram. Və yenə Frutanyanyanın sıyığı. Frutanyanyanın üstünlüyü ondadır ki, tərkibində palma yağı yoxdur, düzdür, südlüdür, amma çox qəşəngdir. Raul bunları çox bəyənir. Suda da rahat həll olunur. Məsəl üçün, digər sıyıqlar var ki, suda biraz çətin həll olunur. Bunlar amma yaxşıdırlar. Mən indi aldıqlarımı yerbəyer edeyim və qaçım Raula sup hazırlayayım. Sup yox, əslində makaron hazırlayacağım. Qiyməli, köklə makaron. Raul kan yeməyini artıq hazırlamağa başladım. Ay can! Nə olub bala? Makaronlarımızı əlavə edirik. Bu burada pişsin. Bir də ki duz. Bir çimdikdə duz əlavə edəcəm. Mesela. Raul, patılıcık gönder. Patılıcık gönder Raul. Elə. Qış papağı diyor o, indidən uşağın şəklini göstərəcək. Kısa. Yaraşdı mı balama? Bu da yaraşır. Bunlar hamısı jetski. Ya jetskidir ya da çok böyükdür. Orada sen gelip çəkənlər. Məncə bırakırdılar. Gəldik. Düzdür, ora əslində hələ ki Raul üçün deyil, bir yaşdan böyük uşaqlara daha uyğun olur. Onlar daha çox orada əylənirlər. Amma Raul üçün biraz fərqlilik olsun, biraz uşaqlar görsün. Raul uşaq görməyi çox sevir. Ona görə istədim biraz uşaqlar çoxlu olan yerə aparım
Onun biraz fikrini yayındırım. Fürsət tapdıqca çalışırıq ki, çıxaq. Bu səfər də xalam Raulun onayına belə bir fərqlilik eləmək istədi. Ona görə də dedi, gəl aparaq əyləncə mərkəzinə. Həm orada onay üçün şəkillər də çəkərsən. Birazdan o şəkilləri də burada qoyaram. Getmişdik Neftçilərdəki Fanləndə. Fanlənd isə LC-2-nin 3-cü mərtəbəsində yerləşir. Elə orada dolaşarkən belə bir papağa da rast gəldik. Çox şirin idi. Xalam Raulun onayına hədiyyə elədi bunu. Çox şirindir. Növbəti hədiyyəmiz də qonşumuzdan oldu. Son videomda bildiyiniz kimi Raul diş çıxarmışdı və onun üçün hədiyyə bişirib paylamışdıq. Düzdür, qonşularımı tanımıram, amma bu vəsilə ilə bir-ikisi ilə tanış oldum. Hədiyyə apardım və belə bir adət var ki, hədiyyə apardığınız zaman mütləq qarşılığında bir hədiyyə verirlər və sağ olsunlar Raul üçün belə bir dəst hədiyyə etdilər.